Space TV-də yayımlanan Tarixin bir günü verilişində efir etikası və ictimai dəyərlərə ziddiyyət təşkil edən fikirlərin səsləndirilməsi ilə bağlı iddia sosial şəbəkələrdə ciddi narazılıqla qarşılanıb. Verilişin aparıcısı Tarix Əliyev qonağı müğənni Nüşabə Musayevadan xəyanət edib etmədiyini soruşub. Qonaq isə xəyanətlə üzləşdiyini, buna cavab olaraq özü də xəyanət etdiyini açıq şəkildə və təbəssümlə dilə gətirib. Qonağın bu davranışı haqlı və müsbət bir hərəkət kimi təqdim etməsi, aparıcının isə bu açıqlamaları daha da təfərrüatı ilə öyrənməyə çalışması müzakirələri bir qədər də alovlandırıb. Sözügedən çıxışlar sosial şəbəkə istifadəçilər tərəfindən ailə dəyərlərinə, ictimai əxlaq normalarına və ümumi mənəvi prinsiplərə zidd kimi qiymətləndirilib. İzləyicilər hesab edirlər ki, bu tip efir çıxışları xüsusilə gənclər üçün zərərli mesajlar verir və onların davranış modellərinə mənfi təsir göstərə bilər. Çox sevdiyim insan mənə xəyanət edib, mən də ona cavab olaraq eləmişəm. Məsələ ilə bağlı Oxazın sorğusuna cavab olaraq Audiovizual Şuranın kommunikasiya sektorunun müdiri Talih Quliyev bildirib ki, Azərbaycan Respublikası Audiovizual Şurasının aidiyyatı struktur bölmələri tərəfindən sözügedən fikirlərin efirdə səsləndirilməsi iddiası ilə bağlı müvafiq qaydada araşdırma aparılıb. Araşdırmanın nəticəsinə görə bu il aprelin 9-da 14:45-17:00 efir vaxtında Space TV-də yayımlanan Tarixin bir günü proqramında iddia olunan fikirlərin efirdə yayımlanmadığı aşkar olunub.